Yaxında səyahətimiz var. Özümə bir takım ayaqqabılar almışam. İstəyirəm sizlərlə bölüşüm. Görün bəyənəcəksinizmi? Və qeyd edeyim ki, hər geyimimə uyğun kombinlər eləmişəm. İnşallah həmin səyahətimdə bu ayaqqabılardan götürəcəm. İlk olaraq Zara'dan belə ayaqqabı əldə eləmişəm. Görün necə gözəldir. Üstündə belə balaca mumcuqlarla əl işləməsi var. Belə sitkalıdır. Ayaqda da o qədər gözəl duruşu var ki, hər ayaq ölçüsü üçün də uyğun olanları var. Rənglər də var. Mütləq səhifəyə keçirilib baxa bilərsiniz. Sonra yenə belə bir şəffaf basaloşka əldə eləmişəm. Rənginə bir dənə baxın. Bilirsiniz ki, belə üzüylü olan formada basaloşkalar dəbdədir. Bu da Zara'nındır. Dabanı belə şəffafdır, çox rahatdır. Mənim kimi narahat ayaqqabılar sevməyən izləyicilərim üçün çox əlverişli bir ayaqqabıdır. Rəngləri də var. Aşağıdan rənglərini də qeyd edəcəm. Baxın. Buna uyğun olaraq qəşəng klaç da əldə eləmişəm. Səyahətimdə istifadə edəcəm. Sonra ən sevdiklərimdən çox gözəl, rahat, fərqli bir Zara'nın sabosunu əldə eləmişəm. Rənginə bayıldım. Emil görən kimi necə fərqli, necə maraqlı ayaqqabıdır. Sabolarımın içərisində ağ rəngdə qəşəng sabom yoxdur. Bir dənə qəşəng özümə Ece'nin sabosunu götürüm. Ucu belə biz. Daban hündürlüyü 8 cm olan, çox rahat və ayaqda çox incə bir duruşu olan belə bir sabunu sizlərlə tövsiyə edirəm. Çox bəyənəcəksiniz əldə etdiyinizdə. Üst detayında belə qızılı kəmərli olan, ağ rəngdə belə bir sabunu əldə elədim. Rənglərini də yerləşdirəcəm aşağıdan. Qeyd edəcəm, səhifədən əldə edə bilərsiniz. Arada həmən səhifədən birinci deyil, ikinci deyil, bir neçə dəfə qış, yaz, yay ayaqqabılarımı əldə eləmişəm və çox razı qalmışam. Burada orijinal, premium, A-klass modellər də var. Sizin istəyinizə uyğun əldə edə bilərsiniz. Mən də seçdiyim ayaqqabılar çox keyfiyyətli ayaqqabılardır. Bu da Yves Saint Laurent'in belə bir sabosudur qara rəngdə. Ucu biz, daban hündürlüyü 8 cm olan, çox rahat və ayaqda gözəl, incə duruşu olan qara rəngdə Yves Saint Laurent'in belə bir qəşəng sabosunu əldə elədim. İndi mən bunları kombinləyəcəm. Sonra baxdım, sabolarımın içində krem rəngində sabo yoxdur kombinləmək üçün. Çox keyfiyyətli. Görünüşü çox gözəl və rahat. Ayaqda duruşu da bir o qədər incə olan. Belə kablokunu da arxasını falan göstərim sizlərə. Görün necə gözəldir. Ön hissəsi belə kvadrat formasındadır. Orxan bəydən əldə elədiyim ayaqqabılar çox gözəl keyfiyyətli və uzun müddətli, uzun ömürlü çıxıb. Çox razıyam özlərindən. Hər dəfəsində də əldə elədiyim razılığımı, məmnuniyyətimi dönə bildirirəm. İndi də bu sabolarımı ayağımda geyinib bir ayaq duruşuna baxın.